Valideynlər narahat şəkildə bizə müraciət edirlər ki, uşağımda çəpgözlük var, arada görürük, arada qaçır. Bunun əsas səbəblərindən biri 3 yaşa qədər bizim beynimizdə gözlərin sinxron, yəni hər iki gözün sağa və yaxud sola hərəkətini təmin edən mərkəzin 3 yaşa qədər formalaşmamasıdır. Və buna görə 3 yaşa qədər olan çəpgözlüklərdə biz sadəcə olaraq göz il müayinəsi məsləhət görürük və bundan sonra isə sadəcə takib olur. Göz il müayinəsi niyə bu xəstələrdən mütləqdir? Çünki retinoblastoma dediyimiz qorxulu bir göz xəstəliyinin ikinci ən çox rast gələn əlaməti məhz çəpgözlükdür. Digər hallarda isə uşaqlarda bəbərarası məsafənin böyük olması nəticəsində səhvən daxili çəpgözlük kimi valideynlərə gələ bilir və buna görə də bizə müraciət etdikləri zaman örtmə qapama testi edirik və bununla da bu çəpliyin həqiqi çəplik yoxsa yalançı çəpgözlüyün olması və yaxud gizli çəpgözlüyün olması üzə çıxmış olur.